Niyə zəngin olmaq istəyirik? Hər kəs zəngin olmaq istəyir. Amma bir sual var ki, azlığım özünə verir. Niyə? Çoxu deyir azadlıq üçün, rahat həyat üçün, ailənin gələcəyi üçün. Amma davranışlarına bax. Adam yeni maşın alır, krediti var. Amma maşın olmalıdır. Restoranda şəkil çəkir, yeməkdən deyil, görüntüdən zövq alır. Ev alır, yaşamaq üçün deyil, ev aldım demək üçün. Pul azadlıq üçün istənilsəydi, insanlar daha az xərcləyər, daha çox yığar, daha az göstərərdi. Amma əksəriyyət əksini edir. Erik Fromm deyir ki, insan olmaqdan qaçır, sahib olmağa qaçır. Çünki sahib olmaq daha asandır, olmaq isə məsuliyyət tələb edir. Bəlkə də sual pul deyil, bəlkə də sual budur. Sən nə olmaq istəyirsən? Bunu bilmədən zənginlik sadəcə başqa birinin istəklərini daha baha şəkildə yaşamaqdır.